Mən namaz qılmağı bacarmıram, bacarsam qılaram, yazıb da burada qardaş. Bax, əziz qardaş, sən deyirsən ki, namaz qılmağı bacarmıram. Necə namaz qılmağı bacarmıram? Yəni, namaz qılmağı bacarmıram nə deməkdir? Yəni, Allah Taala bacarmadığımız bir şeyi bizlərə əmr eləyər, bizlərə deyər ki, onu eləyin bacarmadığımız bir şeyi. Xeyr. Demək ki, biz bacarırıq, edə bilərik. Etmiriksə, qılmırıqsa, problem bizim özümüzdədir. Ya istəmirik, ya nə bilim, bizə ağır gəlir nəfsimizə. Yoxsa Allah Taala qaldıra bilmədiyimiz yükü bizə yükləməz. Bacara bilmədiyimiz bir şeyi bizlərə əmr etməz. Yəni, namaz qılmaqda çətin bir şey yoxdur. Namaz qılmaq asandır. Bəzi insanlar kənardan baxıb namaz olaraq ağır gələ bilər, çətin gələ bilər. Halbuki namaz qılmaq asandır, namazı öyrənmək asandır. Namazda çətin bir şey yoxdur ki. Hərəkətləri olsun və yaxud da namazın olsun. Yəni, Allah Taala bacarmadığımız bir şeyi bizlərə əmr eləməz.